İstənilən iş yerində, istənilən müəssisədə, istənilən ordu birliyində lidersiz işləməyin mümkün olmadığının fərqindəsiz. Amma nəyə görəsə onlar elə gəlir ki, ailə lidersiz keçinə bilər. Allah kişini təbii lider kimi yaradıb ailə üçün. Burada yalnız bu vurğulanır, başqa bir şey yox. İndi kişinin liderliyini qəbul eləmirsinizsə, eləməyən qadınlar var, bunların şəxsi işləridir təbii ki, o zaman evlənməsinlər. Daha doğrusu ərə getməsinlər. Və ya elə bir kişiyə ərə getsinlər ki, onun liderliyi onların heysiyyətini incitməyəcək. Onlar çox rahat və sevinclə o kişinin liderliyini qəbul edəcək. Əgər kişinin liderliyi ailədə təmin olunmursa, o ailənin riski artır və o çeşitli fəsadlar yaradır. Həm uşaqların həyatında, həm ailənin həyatında.